Salam olsun dilimizin kamil iştirakçılarına. Tarix, baş verən vaqiələrin qısa və konkret şərhinə əsaslanır. Təbii ki, haqqında qısa, lakonik olaraq şərh verəcəyim müsəlman dünyasının əlçatmaz zirvəsi sayılan İmam Hüseyin İbn Əli də məhz tarixin kapitalıdır. Belə ki, sönməyən köz, tükənməyən gövhər olaraq zömərtliyin ən tipik cizgisi sayılan İmam Hüseyin zəngavər olaraq dəyərli bir həyat məktəbidir. Belə ki, bu insan həyatın bütün dövrlərində əbədi olaraq yaşam tərzi qazanmaqla bərabər həm də insanların mənəviyyatının və yaddaşlarının silinməz izinə çevrilə bilmişdir. İmam Hüseyin yaşam tərzinin gedişində daima o böyük varlığın mühakimələrinə öz vicdanının daxili səsi ilə qulaq asmağı bacaran və eyni zamanda qəlbi, ürəyi daima dürüstlük ixtisarı ilə döyünən və hər şeydən əvvəl haqqa və ədalətə söykənərək onun müdafiəsinə qalxan nümunəvi bir zəngavər idi. Eyni zamanda İmam Hüseyin yaşadığı dövrlərdə elmə böyük yer verərək hər şeyin bir olması uğrunda mübarizə aparırdı ki, və onun bu dəyərləri ilahi varlığın məsləklərini məhz insanlara çatdırıb onları maarifləndirmək idi. İmam Hüseyin hər şeydən əvvəl onu dərk edirdi ki, qanunlar qanunu sayılan yaşadığımız bu dünya ilahi varlığın birbaşa qeyd etdiyimiz məsləkin təzahürüdür. Odur ki, İmam Hüseyin bu qaydaları, bu qanunları təbii qanunauyğunluqla əsaslandırırdı. Əgər hər hansı bir insan spesifik olaraq İmam Hüseyini ruhən ziyarət etmək iqtidarında olsa, bil ki, bu ziyarət elə təbiiliyin özünü ziyarət etməklik deməkdir. Şübhəsiz ki, son zamanlar təbii həyat, mənəviyyat denaturasiyaya uğrayaraq, xurafatla, mövhumatla onun forma və məzmunu dəyişmək istəsələr də, amma bunu dəyişmək mümkün deyildir. Çünki necə ki, İmam Hüseyin mənəviyyatının, İmam Hüseyin qəlbinin əsas qayəsini təşkil edən şərəfinin dəyişməzliyi kimi. Təbii ki, İmam Hüseyin həmişə, daima öz şərəfini qoruduğuna görə və o yaradanı tam dolğunluğu ilə, rasional olaraq duyduğuna, dərk etdiyinə görə idrakin ən yüksək mərhələsində dayanan bir şəxsiyyətdir. İmam Hüseyin Allah və Allahı istəyərək Allahın kəmalı ilə bir yerdə yaşamaqlığı əsas götürürdü. Təbii ki, həyatımızda mütləq aləm daxili mənadan uzaq düşdükdə, demək, mütləq yaradanın daima işığına insan həsrət qalmağa möhtac olur. Odur ki, İmam Hüseyini dərk edib tanımayanlar maddi aləmin məhdudlaşdığına görə, dərk etdiyinə görə onun tam dolğunluğu ilə mənəviyyatını, onun zəkasını, onun idrakını, onun insanlığını açıb göstərməkdə çətinlik çəkirlər. Və eyni zamanda elə məqamlar yaranır ki, bu xurafat sözləri ilə İmam Hüseyini propagandaya yönəltmək istəyirlər ki, bu da təbii ki, digər din cərəyanlarında, digər ölkələrdə müxtəlif xoşagəlməz səbəbləri aparıb çıxardır. Və mən hər cürə bədbinlik, ümidsizlik gümanından uzaqlaşaraq möhkəm inanıram ki, hazırki dünyamızda şərqşünaslıq üzrə xüsusi məktəb keçən və qanad açaraq uçmağa hazırlaşan gənc din xadimləri İmam Hüseyin məktəbinin əsas qayəsini, onun fəlsəfəsini açıb göstərməklə əsasən onun həyatda hansı mövqeyə malik olduğunu tam dolğunluğu ilə insanlara anlada biləcəklər. Diqqətinizə görə çox sağ olun.